Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalıda mərkəzdəyik. Yəni torpaq qiymətinə belə bir 3 otaqlı şəxsi tikili həyət evimiz çıxıb satışa. Sonra zəng edib deməyin ki, mən bu evi almaq istəyirdim. Kim bu elanı gördü, yəni ehtiyacı varsa, ev almaq istəyirsə, ya qohumu, tanışı, dostu ev almaq istəyirsə, elə birbaşa zəng eləsin, əlaqə nömrəmiz profildədir. Gəlsin bu evi alsın. 2,5 sota yaxındır torpaq sahəsi, yarısı belə deyək, 100 kvadratı yaxın evimizdir. Evin də torpağın da kupçası var. Həyətin gördünüz, navesin gördünüz. Böyürdə kladovka üçün yeri də var idi. Keçdi evin içi ilə sizi tanış eləyək. Koridor hissəsini gördünüz. Bura bir otaqdır. Yəni buranı qonaq otağı da eləyə bilərsiniz. Bura çox genişdir, enlidir, genişdir qonaq otağı. Otaqların ikisi təmirlidir. Bu birislərində də yəni bu qonaq otağı da təmirlidir. Koridorunda biraz əl gəzdirmək lazımdır. Ya emulsiyadır istəsəniz, gələcəkdə bura avoy da vura bilərsiniz, ya laminat da döşəyə bilərsiniz. Bura mətbəx hissəsidir. Yəni kombisidir, mətbəxdir, mebilidir. Onlar qalacaq təbii ki, qiymətə daxildir. Yəni 105 min manata əla qiymətdir. Hörmətli izləyicilər, real alıcıya cüzi endirim də olacaq. Gəlin baxın. Koridordan ayrılır otaqları, onu da qeyd elədik. Prosta 2 dənə yataq otağı içsədir. Bura ayaq yolusudur. Yəni hamama ayaq yolusu ayrı-ayrılıqdadır, hörmətli izləyicilər. Keçək. Burada hamam otağıdır. Yəni hamam otağında da görürsünüz, unitazı var. Belə deyək də, hamamı ayaq yolusu da sərgəlidir. Yəni ki, remonta elə də ehtiyac yoxdur. Burada stroyni şkaf var, dama çıxış yeridir, hörmətli izləyicilər. İstəyinizə uyğun aboyları dəyişə bilərsiniz, belə deyək. Bu otaq da sərgəlidir, yəni aboyları sərgəlidir. Koridor da emulsiyadır, onu da qeyd elədik. Və keçək ikinci yataq otağı ilə də sizi tanış eləyək. Bax, burada otaqlar iç-içədir. Bir dənə cüzi minusudur, amma Xırdalında mərkəzdə yerləşir. Parka yaxın, Paylinkaya yaxın, Kapital Bankın arxa küçəsindədir. Zəng eləyin, gəlin baxın. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun.